güzel yar yaradandı, o güzel yardı. Benim könlümde yalnızca Allah'ım vardı. Dilde elhamdülillahım, subhanallahım. Gözellerden gözeldir benim Allah'ım. Yoktur ondan ezeli, yoktur ondan güzeli. Allah ya Allah, ya Rahim Allah. Yoktur ondan ezeli, yoktur ondan güzeli. Allah ya Allah, ya Rahim Allah, ya Rahim Allah. Ne güzeldir seni sevmek, saf gönül vermek. Aşık olup kalbin gözüyle seni görmek. Ya Rab kalbim pak emindir, senin evindir. Mahşer günü lütfeyle bu kalbi sevindir. Yoktur senden ezeli, yoktur senden güzeli. Allah ya Allah, ya Rahim Allah. Yoktur senden ezeli, yoktur senden güzeli. Allah ya Allah, ya Rahim Allah, ya Rahim Allah. Yoktur senden ezeli, yoktur senden güzeli. Allah ya Allah, ya Rahim Allah. Yoktur senden ezeli, yoktur senden güzeli. Allah ya Allah, ya Rahim Allah, ya Rahim Allah. Zahracan, yaralı dilberim oyan Zahracan. Vefalı dilberim oyan Zahracan, Zahracan. Derdimin ölmeydi tek dermanı sensiz kar. Çıksın elinin canı Zahrası, mən neylirəm dünyanı Zəhracan, Zəhracan. Nuh-i aləm əvvəli dur bəqidə qalmışam avara. Qəlbim otlanır oyan, mən necə dözüm qəmə hicranə. Çarəsiz ki qalmışam, dərd əlində olmuşam biçarə. Her zaman da Fatimə dildar öz qəmin deyər dildarə, dildarə. Zəhracan, yaralı dilbərim oyan Zəhracan. Vəfalı dilbərim oyan Zəhracan, Zəhracan. Dildarım, məni zəhrasız qoymusan vay mənə. Tək mürtəzanı qoymusan vay mənə. Yoxsa əlidən doymusan vay mənə. Zəhracan, əldə beyyətim o gün eyliyibdi düşmənim bəhanə.
Nəqşələr çəkibdilər, zülmot ilə otlanıb bu xanə. Etdi qəbrini nihal, qoymuşam qəlbimə tək nişanə. Güllərim soldu o gün, döndərib bəharimi xəzanə, xəzanə. Zəhracan, yaralı dilbərim oyan Zəhracan, vəfalı dilbərim oyan Zəhracan, 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 Zəhracan. Yandım, alışdım bu qəmə qüslunla, batdım dubara matəmə qüslunla. Öldüm, dirildim Fatimə qüslunla, qüslunla. Qüslüğü verən zaman ay salıbdı nuri rüxsarə. Görmüşəm cəmalıvi, oldu o müsibətə dilyarə. Qəlbim otlanıb mənim, zülfüvü çəkən zaman kənarə. Tar olubdu gözlərim, görmüşəm ki tək qalıb quşbarə. Vay mənə, vay mənə, vay mənə. Zəhracan, yaralı dilbərim oyan Zəhracan, vəfalı dilbərim oyan Zəhracan, Zəhracan. Allah çavun dim ona, abla bakar da ona. Orada. Alın gelin. Biz daha girmedi içeri girdik. Çok sağ olun. Selamünaleyküm. Sanatınızı kabul edersin. Meniyeti kabul edersin. Allah can sağlığı versin. Hemşire şad günlere gelen bu yere. Buraya bu kemde. Selamünaleyküm. Selamünaleyküm. Aram ne desem Aram, geç seninle de görüşeceğiz. Oy ya Allah, asas sen. Bir kısmıyla görüşmüşüz, bir kısmıyla. Benim ne var ne yok? Vay, bağışlı. Dağlar olmuş. Benim azizim. Biz sizin kepteydik. Ne var ne? Senin de işte mi? Biraz kendini aşağılayı biraz. Kese içeri. Nerede sıra? Hamur hoş gelmiş. Sağ olun. Selamünaleyküm. Allah'ın her işlem ispat eylesin. Olmadı. Zahmet olursa uzağa git. Orada plan var. Oturalım. Gel otur. Hər birinizi salamlayıram. Hörmətli, dəyərli Visten kəndinin cəmaatı, bizim möhtərəm qonaqlar, hər birinizi salamlayıram. Xoş gəlmişsiniz. Böyüklərdən üzr istəyirəm. Söz dediyimə görə böyüklər qarşısında hər birinizdən üzr istəyirəm. Bizim məclisimizin əsas məqsədi Xanım Fatimə-i Zəhranın əyyamıdır. Bu məclis üçün bura toplanan bütün qardaşlara, yoldaşlara, kənd sakinlərinə, hər birinə özlərinin təşəkkürümüzü bildiririk. Bu məclisi bizim Visten kəndinin İctimai Birliyinin İdarə Heyətinin təşəbbüsü ilə təşkil olunub. Burada bizim ruhanilərimiz var, böyüklərimiz var, ağsaqqallarımız var, kənd ağsaqqalları var. Digər şəhərlərdən gəlmiş qonaqlarımız var, hörmətli qonaqlarımız var, müəllimlərimiz var. Hər birinizə öncədən demək istəyirəm ki, bizim məclisimiz iki hissədən ibarət olacaq. Əsas məclisimiz Xanım Fatimə-i Zəhraya vəsl olacaq.
bizim ruhanilərimiz danışacaq, mavizələr eləyəcək, söhbətlər eləyəcək. Sizin hər birinizdən xahiş edirəm ki, necə ki bu məclisə təravət veribsiniz, gözəllik veribsiniz, gəlmirsiniz bizlə, bizim məclisimizi paylaşırsınız, xahiş edirəm ki, sona qədər iştirak edəsiniz. İkinci mərhələmiz olacaq, ikinci mərhələmizdə çay süfrəsi olacaq. Çay süfrəsində həmin gələn qonaqlarımızı dinləmək istəyirik, bizim ictimai birlik barəsində, onların fikirlərini, onların rəylərini eşitmək istəyirik. Onların bizlə bərabər bizim problemlərimizin həllində nə cür dəstək olublar, onlar biz işlərimizdə bizə böyük dəstək göstərirlər. Onlara öz təşəkkürlərimizi bildirəcəyik. Kənd sakinlərini dinləyəcəyik, kənd sakinlərinin problemlərlə bağlı bizə verən tövsiyələri, bizdən istəkləri, gələcəkdə bu ictimai birliyi necə görmək istəyirlər. Onların da biz fikirlərini dinləmək istəyirik. Xahiş edirəm ki, bu kollektiv necə ki burada oturmuşsunuz, inşallah bu Quran məclisindən sonra da burada olun, ehsan məclisindən sonra da tərpənməyin yerinizdən, bayra belə çıxmış olsunuz, hava almış olsunuz, yenə də bura qayıdın, bizlə bərabər olun, bizlə bərabər bu məclisi davam edək. Sizin hər birinizdən bunu xahiş edirəm. Sözü verirəm ruhanilərimizə, məclisinizi, qoy ruhanilər davam edəsin. Ustad Hacı Hüseyin və Ustad Kərbəlayı Xalid, Hacı Mübariz qardaşımız da buradadır. Rüfət əmi işarə elədi, məclisimiz necə olacaq. Mən özüm çox yer ayırmaq istəmirəm. Bu məclis Əyyam-ı Fatimiyyə olduğu üçün xanım Fatimə Zəhra əleyhəssalam üçün təşkil olunub və eyni zamanda əziz şəhidlərimizin adına qurulan bir məclisdir. Allah bizləri dünya və axirət Ali Peyğəmbərdən ayrı salmasın. Allah əziz şəhidlərimizi İmam Hüseyin əleyhissalama qonaq qərar versin. İnşallah ki, sözümüzü veririk ustadımız Hacı Hüseynə. Ondan sonra da digər ruhanilərimiz də inşallah muizələr, xütbələr oxuyanlar. Buyurun Hacı. Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim vel gasibine li hukukihim. Vel münkirine li fezailihim minel an ila yevmiddin. قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله أن يأمركم أن تعدوا أمانات إلى أهلها صدق الله العلي العظيم. Peyğəmbər və onun mütəhhər əhl-i beytinin müqəddəs ruhlarına salavat zikr edək. Məclis alidir, bu kətdən nə qədər mümin və müminat dünyasını dəyişib dünyadan gedirlər və digər kətlərimizdən gözəl ruhanilərimiz olub, müminlərimiz olub, dünyadan gedirlər. Bu müqəddəs gündə onların da ruhlarını şad edib, salavat zikr edək. Esselamu aleyki ya Fatimətü Zəhra, Esselamu aleyki ya bintə Rasulillah, Esselamu aleyki ya bintə Xatəmül Ənbiyya, Esselamu aleyki ya bintə Əfzəlül Ənbiyya, Esselamu aleyki ya Ummul Hasaneyn, Esselamu aleykum eyyuhel hazirun ve rahmetullahi ve berekatuhu. Aleykesselam ve rahmetullah. Mən sizin hər tək və təkünüzə salam deyirəm və çox sağ ol deyirəm. Bəli, bu günləri bir dəlilə görə, bir rivayətə görə Xanım Fatimətü Zəhra salamullahi əleyhanın şəhadət günüdür və bu gün münasibəti ilə o məclis qurulub
siz əzizlər, möhtərəm qonaqlar, bu məclisə gəlişinizlə zinət veribsiz. Ümid edirəm ki, qiyamət günündə sizin bu zəhmətiniz mükafatlandırılacaq Allah tərəfindən və əvəz veriləcək. Xanım Fatimə-tü Zəhra salamullahi əleyha dinimizdə dünya üçün, axirət üçün böyük şəxslərdən biridir. Elə böyük, əzəmətli bir şəxsdir ki, onun mahiyyətini, onu tam açıqlamaq, insanlara təhvil vermək bizim işimiz deyil. Böyük alimlərimiz buyururlar ki, biz Xanım Zəhra salamullahi əleyhanın əsl şəxsiyyətini açıqlayıb insanlara çatdıraq, onu bacarmırıq. Niyə? Səbəbi? Bir hədis deyirəm, bu hədisdən inşallah siz özünüzlə şahid olacaqsınız ki, Xanım Zəhra necə böyük və əzəmətli bir şəxsdir. Söylədiyim hədis, hədisi qudsi deyərlər. Hədisi qudsi, yəni müqəddəs hədislərdəndir. Yəni, o hədisdir ki, o sözdür ki, Allah Peyğəmbərinə deyir. Allah Peyğəmbərinə belə deyir: Lovlak, ləma xələqtu əflak. Allah buyurur, ey mənim əziz Peyğəmbərim, əgər sən olmasaydın, əflaki xəlq eləməzdin. Əflak, yəni fələklər, fələk yəni nə? Göydə olanlar, yerdə olanlar, o ki təsəvvürümüzə gəlir və gəlir. Bunların hamısını deyirlər əflak. Allah Peyğəmbərə buyurur, sən olmasaydın, mən bunları xəlq eləməzdim. Yəni, onların yaranmağının səbəbi sənsən, Peyğəmbərə deyir. Bu məlum, hədisin bu hissəsi məlum. İkinci hissədə buyurur, Lovla əliyyun, ləma xələqtuk. Əli olmasaydı, ya Peyğəmbər, səni xəlq eləməzdi. Zehnə ola bilər gəlsin ki, Əlinin məqamı görə Peyğəmbərin məqamından yuxarıdırmı? Xeyr, elə deyil. İnşallah hədisin izahı veriləcək, məlum olacaq. Üçüncü hissədə Allah buyurur, Lovla Fatimə, ləma xələqtukuma. Əgər Fatimə olmasaydı, ya Peyğəmbər səni ilə Əlini yaratmazdı, xəlq eləməzdi. Deməli, ərəb dilinin məntiqində belə bir terminlər var. Soğra, kubra, nəticə. Əlbəttə, bizim Azərbaycan dilində, məntiqimizdə də belə bir şey var. Nəticə etibarı ilə belə anlayırıq ki, hədisdə Allah yeri, göyü və içindəkiləri, bütün məxluqları Xanım Zəhraya görə xəlq edir. Amma bu hədisin mənası nədir? Allah buyurur, ya Peyğəmbər, sən olmasaydın, dünyanın içindəkilərini xəlq eləməzdin. Mənası bundan ibarətdir ki, yəni, əgər sən olmasaydın, ya Peyğəmbər, bu insanları hidayət edən olmazdır. Bu insanlar ki, günaha qərb olmuşdular, qaranlığa qərb olmuşdular, cəhalət dövrü idi, bunları bu cəhalətdən çıxardan olmazdır. Çünki sən gəlirsən dünyaya, bunları xəlq eləmişəm, sən bunları hidayət edəsən. Bu məlum, onu bildir. Bəs niyə deyir ki, Əli olmasaydı, səni xəlq eləməzdi? Onun da mənası budur ki, ya Peyğəmbər, əgər Əli olmasaydı, sənə zəhmət verməzdin. 23 il Peyğəmbərlik edib, bu qədər qəzvələr, müharibələr olub, bu əziyyətlər ki, sən çəkmirsən, çünki səndən sonra Əli sənin davamçın olacaq. Sənin qurduğun bu şəriyyəti, gətirdiyin bu şəriyyəti, bu hökümləri Əli çatdıracaq insanlara. Əgər Əli olmasaydı da səni niyə gətirirdin dünyaya, sən bu əziyyətləri niyə çəkirdin? Ona görə Əli var, səni xəlq elədim, sən bu işləri gördün. Sonra buyurur, Fatimə olmasaydı sizi xəlq eləməzdim. Niyə? Çünki Əli ilə sənə zəhmət verməzdik. Çünki Xanım Zəhra sizdən sonra var. Sizin çəkdiyiniz zəhməti Xanım Zəhra çatdırır, ona görə sizi xəlq eləmişəm. Amma məsələ bundadır, Xanım Zəhra Həzrəti Əlidən qabaq dünyadan getdi.
Mənası bundan ibarətdir. Xanım Zəhra dünyada nə qədər insanların zehnindədir, nə qədər insanlar onu tanıyırlar, haqqla batili ayırt edə bilirlər. Haqqla batili ayırt edə bilirlər. Nəticədə İmam Sadiq əleyhissalam buyurur, Xanım Zəhra Allah tərəfindən xəlq olunub, bir huridir insan simasında. Allah istəyir ki, o xanımın vasitəsilə dünyaya haqqla və batili bildirsin. Necə? Xanım Zəhra hansı xəttədirsə, Xanım Zəhra özünə kimi iman bilirsə, Xanım Zəhra kimin arxası isə gedirsə, haqqı olmalıdır. Səbəbləri var. Əlbəttə, bu özü bir dənə bölümdür dinimizdə. Mən istəmirəm çox o bölümlərə gedim, amma Xanım Zəhra haqqla batilin bir işarəsidir. Necə ki, yolla əgər maşın sürürsən, Lənkərana getmək istəyirsən, bir işarə sənə göstərir ki, düz yolu get, Xanım Zəhra salamullahi əleyha insanlar üçün edərdir. Məhz dünyada Xanım Zəhranın qabağına pərdə müəyyən insanlar, müəyyən həqiqətlər çəkiblər ki, səbəb ondan ibarətdir ki, Xanım Zəhranı tanımasınlar. Amma Xanım Zəhranı tanıyan adam bilər ki, o düz yoldadır, haqq yoldadır, Allah istədiyi bir xəttədir. Sələvat zikr edəyək. Və Qur'an-ı Kərimdə mən bir ayə oxudum. Bu ayə Qur'an-ı Kərimin Nisa surəsinin 58-ci ayəsidir. Allah bu ayədə buyurur: İnnəllaha ya'murukum an tu'addul əmanat ilə əhliha. Allah buyurur bu ayədə, həqiqətən Allah siz insanlara əmr edir. Sizə verilən əmanəti olduğu kimi sahiblərinə qaytarın. Xəyanət eləməyin. Əgər bir nəfər əmanətə xəyanət eləsə, o insan bu ayənin əhatə elədiyindən artıq çıxır, xaric olur. Allah təkidlə buyurur ki, Allah sizə əmr edir, əmanəti olduğu kimi əhlinə çatdırın. Əmanətdən məqsəd nədir? Əmanətdən məqsəd elə biz düşüncəmizə gələn, məsələn, dünya malı, maddi bir şey. Əgər bir nəfər sənin yanına bir pul qoydu, bir para qoydu, bir şey qoydu, onu olduğu kimi sahibinə qaytar. Və eyni zamanda əgər bir nəfər səndən bir söhbət elədi, sir verdi, o sirri də o cür saxla. Yəni xəyanət eləmə. Əgər xəyanət eləsə, dadsa müsəlman deyilsin. Allah rəhmət eləsin, bizim görkəmli alimlərdən biri, mərhum Şeyx Murtəza Ənsari əsərlərin birində belə yazır. İmam Baqir əleyhissalamdan belə nəql edir. İmam Baqir əleyhissalam buyurur, əgər atam Əmirül-Mumininin qatili kimidir? Əbdülrəhman ibn Bölcəm. Atamın qatili, Əmirül-Mumininin qatili Əbdülrəhman ibn Bölcəm əgər mənim yanımda bir əmanət qoysa, İmam Baqir əleyhissalam buyurdu, Ləədəytuha ileyhi, o əmanəti mən olduğu kimi ona qaytaracaq. Xəyanət eləmək. Baxmayaraq o mənim babamı qətlə yetirib, şəhadətə yetiribdir. Baxmayaraq o bizə düşməndir. Hətta düşmənin belə sənin yanında əmanət qoysa, geri onu xəyanət eləməyəsən. Nə üçün? Səbəb nədir? Çünki düşmən də olsa, əgər sənə etibar edirsə, əgər səni əmin bilirsə, onda gəlir sən onu xəyanət eləməyəsən. Əgər xəyanət eləsən, bir növ sən öz hörmətini aşağı salırsan, ərəb dilində hətki mərəz deyirlər, sən özü hörmətsiz bir yerə qoymasan. Ona görə də əmanətə xəyanət eləmək olmaz. Mən sizə sual verirəm, ürəyinizdə cavab verin. Peyğəmbər sallallahu aleyhi və aleyhi 23 il Peyğəmbərlik elədi, Allahın hökmlərini çatdırdı və hər dəfə Xanım Zəhradan o insanlara, yaxındakılarına, onun yanında olanlara çatdırırdı ki, Xanım Zəhra kimdir, şəxsiyyəti nədir və hətta Əhl-i Sünnə və Əhl-i Şiyyə kitablarında hamısında gəlir ki, Peyğəmbər dəfələrlə buyurub ki, Fatimətu bəzətun minni və mən əzaha fəqət əzaha. Xanım Zəhra mənim bədənimin bir parçasıdır. Hər kim ona əzab eləsə, əziyyət eləsə, mənə əziyyət edir.
Və eyni zamanda Quran-ı Kərimdə bir ayə var. Allah buyurur, hər kim Allaha, Peyğəmbərə, möminlərə əziyyət eləsə, o qəd əzəllə Allaha əziyyət eləyibdir. İndi siz mənə deyin, bir haldayı ki, Peyğəmbər xanım Zəhranı bu cür insanlara tapşırılmısa və onun haqqında bu sözləri deyibsə, bəs necə olur Peyğəmbər 2 ay dünyadan gedəndən sonra Peyğəmbərin cəsədi qəbirdə soyulmamış xanım Zəhranın qapısına hücum olunur və o şəhadətə yetirilir. Özü də necə əzabla, necə əziyyətlə, bəs necə olur? Onda bu nəticəni alır ki, xanım Zəhranın qapısına gələn, od vuran, əziyyət eləyən Peyğəmbərə əziyyət eləyir. Peyğəmbərə əziyyət eləyən Allaha əziyyət eləyir. Allaha əziyyət eləyəni də Qur'an-ı Kərimdə Allah buyurur, Allahın və möminlərin lənəti olsun o şəxslərə ki, ta qiyamətə qədər. Deməli, bunlar müsəlman deyil. Baxın, Peyğəmbər nə buyurur? Leysə minnə mən qəşşən muslimən avzərrəhu al-məkərə. Peyğəmbər buyurur, əgər bir müsəlman digər müsəlmana zərər olsa, əgər ona xəyanət eləsə, əgər ondan hilə eləsə, valeysə minna, o bizdən deyil. Bizdən deyil, yəni müsəlman deyil. Digər hədisdə Peyğəmbər buyurur ki, mən qəşşən muslimən fi beyin əv şərain fəleysə minna və yəhşuru məhəl yəhud yevməl qiyamət. Digər hədisdə Peyğəmbər buyurur, hər kim müsəlmana hilə işlətsə, xəyanət eləsə, alıverdə, istəyirsən alıcı olasan, istəyirsən satıcı olasan. Yəni, müştəri və bayi. Yəni, satan halda xəyanət eləsən, alan halda xəyanət eləsən, sən o adam bizdən deyil, müsəlman deyil. Və qiyamət günündə də həmən şərt müsəlmanlarla yox, yəhudilərlə deyil. Niyə? Soruşdular, ya Rəsulallah, niyə? Axı bir insan xəyanət eləsəydi, bu qədər bir cəzası var. Peyğəmbər buyurur, لَيَنَّهُ مَنْ غَشَّ فَلَيْسَ نَاسَ فَلَيْسَ بِالْمُسْلِمِينَ. Peyğəmbər buyurdu, bir nəfər müsəlmana xəyanət eləsə, o insan müsəlman deyil. Müsəlman olmadıqda o yəhudilərlə məşhur olacaq. Bax, Peyğəmbərdən sonra Peyğəmbərin yeganə qızı, o qız ki, Peyğəmbər buyurdu ki, inni hubahu, mən xanım Zəhra ilə fəxr edirəm ki, Allah o xanımı mənim vasitəmlə dünyaya gətirdi. Və Həzrətin hədislərində də Həzrət buyurdu ki, siz xanım Zəhraya mənə görə hörmət eləməyin. Deyin ki, bu Allahın yer üzündə dəlilidir. Allah bunu yer üzündə vəliyyətullah qərar verirdi. Necə 12 imam yer üzündə Allahın naibidir, xanım Zəhra salamullahi əleyha da o cürdür. Buyurun, narahat olun. Bəs xanım Zəhra belə bir şəxs olduğu halda necə oldu ki, Peyğəmbərin zamanında xanım Zəhranın qatilləri deyirdilər Peyğəmbərə, aməndu bikə ya Rəsulallah, biz sənə iman gətirmişik. Amma Peyğəmbərdən sonra gəldilər, yeganə qızına bu cür gəldilər, xəyanət elədilər və onun qapısını yandırdılar və onun şəhadətinə səbəb oldular. Mən bilirəm, haradayam. Lerikin tarixi var, Lerikin kətlərinin tarixləri var. Mən rəhmətlik atam bu kətlərin axsaqqallarını deyərdi. Mən məlumatlıyam. Hələ bir dənə öz kətlərimizdə götürək. Əgər bir kətdə bir nəfər axsaqqal idisə, kətdə bir nəfər hörmətli idisə, onun nəslindən, onun kötügündən, əgər əqildən kəm olan bir insanda olsaydı, insanlar ona hörmət edirdilər. Deyirlər, bunun babası belə olubdur, bunun atası belə olubdur. Hörmət buyurdu. Bəs necə oldu ki, bu əzəmətdə olan Peyğəmbər öz mübarək dili ilə dəfələrlə xanım Zəhra haqqında deyilən ayələri söylədi, hədisləri söylədi və Peyğəmbərdən sonra gəldilər bu cinayəti törətdilər. Deməli, nəticə etibarı ilə xanım Zəhranın şəhadətinə səbəb olan insanlar müsəlman deyildilər. Zahirdə Peyğəmbərə deyirdilər, biz sənə iman gətirmişik. Həqiqətdə bunlar əvvəlki bütpərəstliyində qalmışdılar. Amma bunu da qeyd edeyim, belə düşünməyək, dünyada xəyanət eləyənlər cəzasız qalır. Dünyada xəyanət eləyənlər hələ bu dünyada öz cəzalarına çatırlar. Amma ahirətdə də onların cəzası başqa olacaq.
Mən qısa bir dənə qıssa deyəcəyəm və sözümü tamamlayacağım. İnşallah qardaşlar da söhbət eləsələr, mikrofon onlarda olacaq. Amma bu qıssa bundan ibarətdir. Elə nəql edirlər kitabda bir nəfər o zaman şahın adı Əzudu Dövlə idi. Paytaxt İraqda Bağdad şəhərində idi. Əzudu Dövlətin dövründə idi. Bir nəfər uzaq şəhərlərdən birində bir bahalı boyunbağı var idi bunda. Dedi, gedim Məkkəyə, Allahın evinin ziyarətinə, gəldi Bağdada, Bağdad da paytaxtdır. Dedi, burada bunu satın, pulun götür, gedin Məkkəyə. Gəldi, nə qədər istədi bunu sata bilmir. Artıq Məkkəyə gedmək vaxtı çatdı, əlində biraz pulu var idi, parası var idi, hesabladı, gördü Məkkəyə gedə bilərəm. Amma istəmədi bu boyunbağını özü ilə aparsın Məkkəyə. Bağdadda soruşdu, burada əmin adam kimdir? Mən bu boyunbağını onun yanında qoyun və gedib Məkkəyə gələndə götürün. Hamı bir nəfəri göstərdi Bağdadda. Dedilər, bu əttar var. Əttar yəni ətir satan. Onun dükanı var idi. Dedilər, bu Bağdadda məşhurdur əminlikdə. Yəni, bu heç vaxt əmanətə xəyanət eləməz. Bu düz adamdır, yaxşı adamdır. Sən əgər o boyunbağını ora qoysan, rahat, get, həccin ziyarətin, elə qayıt gəl. Bu kişi də getdi, gördü, bəli, bir nəfər ətir satandır, dükanda, cəmaat hamısı bunu əmin bilirlər. O əmanətini təqdim elədi, dedi, ağa, gedin Məkkəyə gəlim, ondan sonra da bu əmanətimi sizdən götürün, dedi ki. Bu getdi, Məkkəni ziyarət elədi, hətta rivayət kitabda yazılır ki, buna hədiyyə də aldı. Qayıtdı, gəldi, amma bu ətir satan gördü, bu boyunbağı çox bahalıdır. Bunu gizlətdi, bu şəxs gəldi, dedi, boyunbağımı ver, dedi, mənə boyunbağı verməmisən. İndi burada məsələ bundadır, Bağdad cəmaatı bunu əmin adam bilirdi. Amma bu da düşündü ki, hamı məni əmin bilir, əgər mən burada yox desəm, cəmaat mənə inanacaq, buna inanmayacaqlar. Bu hansı şəhərdəndir, gəlib bunu heç kim tanımır. Bunu söz əsnasında deyim ki, İmam Sadiq əleyhissalam buyurur, münafiqə neçə dənə məna veriblər. Bilirsiniz, Quran-ı Kərimdə Münafiqun surəsi var. Allah bir surə nazil edir haqqlarında. İmam Sadiq əleyhissalam buyurur, əsl münafiq o şəxsdir ki, öz nüfuzundan istifadə eləsin. Öz nüfuzundan. Məsələn, tutalım bir kətdə bir ağsaqqaldır, hörmətli kişidir, hamı cəmaat ona inanır. O bir xəyanət edir, bilir ki, bu kənd mənə inanacaq, başqasına inanmayacaq. Və buna deyirlər, öz nüfuzundan istifadə eləmək. İmam Sadiq əleyhissalam buyurur, əsl münafiq budur, əsl üçüyüzlü insan budur. Bu əttar da, ətir satan da fikirləşdi ki, burada mənə inanacaqlar, buna inanmazlar. Dedi, mənə heç də verməmisən. Dedi, kişi, mən vermişdim, bu boyunbağı, dedi, yox. Tanımıram sənə, bunların ixtilafı baş verdi. İxtilaf baş verəndə dükanda idi. Dükkanın dövrəbərində olan insanlar gəldilər, dedilər, nədir ixtilafız? Bu kişi dedi, mən boyunbağımı buna hədiyyə eləmişəm. Soruşdular, bu ətir satanlar eləyib, dedi, yox, bu yalan danışır. Hamı cəmaat o ətir satana inandı, buna inanmadı, dedi, bu yaxşı kişidir. Bu bizim ağsaqqalımız deyil, bu əmin adamdır. Da vurdular, bunu çıxartdılar çölə. Bədbəxt qaldı, biçarə indi neynəsin, kimə sübut eləsin, heç kimə. Amma buyururlar ki, o insanların içində bir dənə ağıllı kişi də var. Elə belə deyir ki, bu ağsaqqaldır, bu böyükdür, bu belədir, elə bu xəta eləməz. Fikirləşdi, dedi, yox, bu kişinin nəsə burada haqqı var ki, bu sözü deyir. Əgər haqsız olsaydı, bu sözü deməzdi. Yavaş-yavaş yaxınlaşdı buna, dedi, bizim şahımız Əzudu Dövlə adil şahdır. Get onun yanına, get o sənin dərdini çarə eləyəcək. İndi o vaxtda rahat idi da şah görüşünə getmək. Getdi, daxil oldu şahın sarayına, getdi şahın qəbuluna. Dedi, nə istəyirsən kişi? Dedi, gəlmişəm Məkkəyə gedəndə boyunbağımı qoymuşdum filan kəsin yanında. Dedi, indi nə deyir? Dedi, indi deyir, verməmişsin. Dedi, qoy bir dənə yol deyim də sənə bir əməliyyat quraq. O yol bundan ibarətdir. Sən sabah get otur onun dükkanın qabağında, şah bana dedi. Mən gələrəm vəzir vəkilimlə buradan keçəndə sənə salam verərəm. Sənin halını soruşaram və sənə deyəcəm, niyə mənə baş vurmamısan, deyərsən, vaxtım yoxdur. Şah sabah gəldi, gördü, bəli, bu kişi əyləşibdir, buna salam verdi. Dedi, niyə mənim baş yanıma gəlməmişsən, neçə gündür buradasan? Dedi, şah, vaxtım yoxdur. Şah çıxıb getdi, bu da qaldı.
Burada bu dükancı, bu ətir satan gördü, şahımız buna salam verir, bunun hal-əhval tutur, bu kimdir görər? Düşdü təşvişə, gəldi, yaxınlaşdı, dedi, dünən sən məndən nəsə soruşurdun, nə idi sözün? Dedi, boyunbağı vermişdim sənə. Dedi, hələ qoy bir dənə dükanıma baxın, bəlkə yadımdan çıxıb. Dedi, boyunbağını getdi, verdi qorxudan. Gördü ki, şah bundan yaxındır. Boyunbağını buna verəndən sonra şah tapşırmışdı, əgər versə, gətir saraya. Gətirdi saraya, dedi, verdi, dedi, indi gətirin bu ətir satanı. Gətirdilər, şah boyunbağını saldırdı, onun boynuna darğazından astırdı. Dedi, ay cəmaat bilin, bu nüfuzundan istifadə edib münafiqlik elədi. Amma bunun cəzası budur. Astırdı onu, boyunbağını da çıxartdı, verdi o kişiyə, dedi, indi get evə. Xanım Zəhranın şəhadətinə səbəb olanlar nüfuzdan istifadə elədilər, əzizlər. Peyğəmbər dünyasını dəyişdi, dedilər ki, Əli cavandır, o hələ xilafətə yaramaz, o hələ təcrübəsizdir, filan kəs yaxşıdır. Hamı dedilər ki, Peyğəmbəri görən şəxslərdir, Peyğəmbərin yanında olan şəxslərdir. Bunlar yalan danışmazlar, öz nüfuzlarından istifadə elədilər. O əttar kimi, o ətir satan kimi. Ona görə də xanım Zəhranın şəhadətini yaratdılar, insanları allatdılar. Amma məsələ bundadır ki, Quran-ı Kərimdə mən ayə söylədim, ayədə Allah buyurur, dünya durduqca xanım Zəhraya, Peyğəmbərə, əziyyət eləyənlərə, lənətə məruz olar. Bu dünya cəzası, amma ahirətdə də hansı cəza olacaq ki, təbii ki, onu Allah o vaxt qərar verəcək. Amma xanım Zəhra salamullahi əleyha o tərəfində deyim bir ana idi. Bir kişinin həyat yoldaşı idi. 4 körpənin anası idi. Və xanım Zəhra salamullahi əleyhanın tarixinə baxsaq, xanım Zəhra salamullahi əleyha 18 yaşında vəfat edib, şəhadətə yetişirdi. 5 yaşında olanda anası xanım Xədicətül Kubra dünyasını dəyişir. Ümmü Sələmə Peyğəmbərin xanımlarından biridir. O deyir, xanım Xədicə xəstə idi, mən getdim ona baş çəkməyə, getdim onun tağına, gördüm xanım Xədicə, belə bizim dildə deyə, yorğun döşəklər. Deyir, mən edim ondan 2 nəfər. Və xanıma yaxınlaşdım, xanım, gəlmişəm sizin yanıma, bəlkə mənə bir tapşırığın, bir sözün olar. Deyir, Ümmü Sələmə, sənlə bir dənə əhdim var. Əvvəl söz ver mənə, əhdivə vəfa edərsən ya yox. Deyir, dedim, xanım, mən gəlmişəm sənin xidmətivə. Nə əhd edirsən, mən hazır. Deyir, xanım Xədicətül Kubra salamullahi əleyha dedi ki, Ümmü Sələmə, mən dünyadan gedirəm, qızım Zəhra 5 yaşındadır. Səndən bir dənə əhdim var. O zaman ki, qızın evinə gəlin köçəcək, o qızlar ki, evinə köçürlər, onların anaya ehtiyacı olar. Onlar ananı axtaracaqlar. Xaişim budur ki, o zaman qızımı tərk edənləsən. Deyir, dedim, bəli xanım, əhdimiz əhdir. O zaman gəldi, xanım Zəhra, Əli əleyhissalamın evinə köçəndə, deyir, xanımlar hamısı doluşmuşdu o evə. Peyğəmbər girdi içəri. Dedi, hamı çıxsın çölə, mən qızımla təkbətək buraxım. Deyir, hamı çıxdı, Ümmü Sələmə deyir, mən qaldım. Deyir, Peyğəmbər mənə dedi, Ümmü Sələmə, sənə aid deyilmi sözüm, sən niyə çıxmırsan? Dedim, ya Rəsulallah, mən xanım Xədicətül Kubra ilə əhd bağlamışam. Mən yeri axirin dəqiqələrdə onun yanında qalım. Deyir, Peyğəmbər ağladı. Dedi, Ümmü Sələmə, sən bir əhdə vəfa elədin ki, cənnət qazandın. Amma xanım Xədicə bunu bilmirdi ki, onun balası hamilə olduğu halda qapı arxasında qalıb Peyğəmbərə iman gətirdik deyən insanlar qapını itələyərlər və o mismar batıb xanım Zəhranın sinəsinə və o şəhadətə yetişəcək. Bundan xəbəri yoxdur xanım Xədicənin. Xanım Xədicə ağlayırdı ki, qızım evinə gedəndə o tək qalacaq. Və xanım Zəhra salamullahi əleyha 5 yaşında anasını itirdi, 18 yaşında şəhadətə yetişdi, şəhadətə yetişməmişdən qabaq Peyğəmbər ki 2 ay qabaq dünyasını dəyişmişdi, hər gün atasına ağlayırdı. Mədinədə bəzi insanlar dedilər, ya Əli, xanım Zəhranı qoyma ağlamağa, biz narahat oluruq. Əmirul-Müminin getdi Mədinənin kənarında bir dənə otaq dikdi. Səhər xanım Zəhra İmam Həsənlə İmam Hüseynin qulunu tutardı, ona ad qoydular, alimlər əsər yazırlar, Beytul Əhzam.
Bir dənə hüzünlü ev gedərdi, orada ağlayardı, gələrdi. Nə idi bu xanımın günahı? Və əyyə zəmbin qotilər. Quran buyurur, hansı günaha görə öldürdülər xanım Zəhranı? Ona görə də əzizlər, alimlərimiz dönə-dönə tapşırır ki, xanım Zəhranı təbliğ edin, xanım Zəhranı insanların qəlblərindən, zihinlərindən qoymayın, silsinlər. Xanım Zəhranı tanıyan adam həqiqətə çatacaq. Allah'ın an verilik əzəmətinə, Allah heç zaman bizləri xanım Zəhradan ayrı salmasın. Allah bu məclisi qəbul eləsin. Allah gələn günlərimizi xeyr eləsin. Tamam bizim bu kətlərdən ruhanilər, möminlər, möminələr, ağsaqqallar, böyüklər olub dünyadan gediblər. Allah onların ruhlarını şad eləsin. Allah bizim bu məmləkətin, bu insanların, bu yaxşı iş görən insanların işlərinə fərəc versin və bunların qəbul olunmağına sələman zikr edin. Allah köməyin olsun. Allah sana can olsun. Peygamber ve Ali Peygamber cemaatine salavat zikredilер. Allahümme salli ala Muhammed ve ala Muhammed. Allahümme bihakkı Fatimete ve abiha ve ba'liha ve baniha. والسر المستودع فيها أن تصلي على فاطمة وأبيها وبعلها وبنيها بعدد ما أحاط به علمك. Allah-u Tebarek ve Teala hanımın adına bağlı olan bu meclisi kabul eləsin inşallah. Allah-u Tebarek ve Teala adımızı Hanım Fatime-i Zehra'nın dəftərində səbt-ı zəbt eləsin inşallah. Kardeşler qeyd elədilər ki, məclisimiz iki hissədən ibarət olar. Bir hissəsi Hz. Zəhra salamullahi aleyha ilə bağlı olacaq. Digər bir hissəsi bizdən ictimai birliyi ilə əlaqədar olaraq. Mən bir şey qeyd eləmək istəyirəm ki, Hanım Fatime-i Zəhra salamullahi aleyha barəsində dəyərli ustadımız izahat verdi və Bisdən kəndində xanımın adına bağlı olan belə bir məclisin olmağı labüddür. Niyə? Çünki Bisdən kəndinin böyük əksəriyyəti Xanım Zəhranın övladlarıdır. Ona məhrəm olan insanlardır, seyyidlərdir. Eyni zamanda Bisdən kəndi tarixən seçilmiş insanlar bu kənddən olub. Götürək din xadimlərini, Allah rəhmət eləsin. Mir İsmail Axundu, Mir Möhtəmən Axundu, Seyyid Ruhullah Axundu olub bu kənddə eşitliklərimiz. Kərbəlayı Cəlal, Molla Müqabil, Allah ruhlarını şad eləsin. Seyyidlər, alimlər bu kənddən çox olub, ona görə bu kəndlərdə, məxsusən Visdən kəndində xanımın adı ilə bağlı olan belə bir məclisin olmağı labüddür və şükür Allaha ki, bu öz yerini də tapdı. Xanım Fatime-i Zəhra salamullahi aleyha barəsində Hacı geniş izahat verdi bizə. Fəxr-ı Razi Əhl-i Sünnə alimi deyir ki, sual verirlər ki, Peyğəmbərin qızı Hz. Zəhra salamullahi aleyha Qur'anda varmı? Peyğəmbərin qızı Xanım Zəhra haqqında mübarək Quran-ı Kerimdə ayələr varmı? Deyir, bəli, var. Əhzab surəsinin 33-cü ayəsi, Təthir ayəsi. Ayəni demirəm, sadəcə ünvanları deyirəm. İnsan surəsində Allah buyurur ki, və yut'imuna ta'ama ala hubbihi miskinan və yetiman və asirən la nut'imukum innema nut'imukum livecihillah la nuridu minkum ceza'an və la şükura. Ya Peyğəmbər, Allah yolunda miskini, yetimi, əsiri yedirdən insanlar, onlar kimlərdir? Onlar sənin əhl-i beytindir. Özü də o miskini, o yetimi, o əsiri, o fəqiri, o ehtiyacı olan insanı yedizdirirlər. La nuridu minkum ceza'an. Onlar deyirlər ki, biz sizdən bu işin müqabilində, sizə ki bu yeməyi veririk, sizə ki bu infaqı veririk, sizdən heç bir təşəkkür gülmədən, sizdən heç bir mükafat ummadan,
İnnema nut'imukum li vecihillah. Bu Hanım Fatıma-i Zehra barəsində rivayətimi xülasə deyirəm. Ali İmran suresinin 61. ayəsinin Nahile ayəsi. Yaxud da ki Ali İmran suresinde ayet-i şerifenin ünvanı yadımda değil. Lən tənalul birrə həttə tunfiqu mimma tuhibbun deyirlər ki, Hz. Zəhra sallallahu aleyha gəlin gedən günü, o gecə ki öz gəlinlik libasını sahilə verdi. Allah onun həqqində Peyğəmbər aleyhissalatü vesselama ayet-i şerifə nazil elədi. Ya Peyğəmbər, yaxşılıq odur ki insan öz istədiyi malı Allah yolunda infak eləsin. Bu ayələr deyir Fəxrur Razi Hanım Fatıma-i Zəhra sallallahu aleyha haqqındadır və bundan əlavə mübarək Quran-ı Kərimin Kevser suresi o kanunun hakkındadır. Ona göre hakikaten Peygamber aleyhissalatü vesselam'ın kelamı ki Hz. Zehra sallallahu aleyha onun yanına dahil olanda onun için ayağa kalkardı. Peygamber ona Ummi Ebiha diyerdi, atasının anası diyerdi. Diyerdiler ki ya Resulallah bu ata oğlan mehabbetindendir. Diyerdi ki yok, bu ilahi bir emir. Bugünkü gün hoş halımızdaki belə bir şərafətli xanımın adıyla bağlı olan bir məclisdə biz cəm olmuşuq. Allah bizim adımızı inşallah ki ümidvarıq o xanımın dəftərində qeyd edəcək. İnşallah ki o xanımın o mənəvi cəhətdən onun ruhu bizlər üçün, sizlər üçün və bu kənd üçün, bu məmləkət üçün, bu el üçün, bu elin insanları üçün duacı olacaq. Mən bir hədis, yəni danışmağın yeri yox idi, amma bir hədis İmam Cəfər-i Sadiq Aleyhisselatü Vesselam'dan deyim. İmam Cəfər-i Sadiq Aleyhisselatü Vesselam'dan bir nəfər soruşdu ki, Əla ma bənəykə əmruk, yəbnə Rasulillah. Yəbnə Rasulillah, öz dünya işlərini necə tənzimləyirsən, hansı əsasla dünya işlərini aparırsan, necə, yəni yaşayışını necə tənzimləyirsən? İmam Aleyhisselatü Vesselam bir tövsiye verdi. Buyurdu ki, yani tövsiye bizler üçündür. Allah'ın kelamı, Peygamberin kelamı, Ehl-i Beyt'in kelamı dünya durdukça bütün insanlara aittir. Bütün insanlara. Onu bilsin, eşitsin, öğrensin ve öz hayatında insan bacardığı kadar onu tatbik edesin. Hazret buyurdu ki, bildim ki Allahu Tebarek ve Teala benim bütün halımdan haberdardır. Alimtu bi annallaha muttali'un aleyye fe ahya minhu. Bildim ki Allah benim bütün emellerimden, bütün işlerimden, hatta Kur'an-ı Kerim buyurur ki Allah sizin nüfuslarınızda, yani sinenizde olanlardan bile haberdardır. Baktım gördüm ki yeri göğü yaradan böyle bir Allah var, benim her haletimden haberdardır. Neyledim bunun mukabilinde? فَاَهْيَا مِنْهُ Haya eyledim ondan. Çekildim bazı pis emellerden, menfur emellerden. Bildim ki Allah müttalidir. Bu bir tövsiye. İşlerimi ben bunun esasında kururam ki Allah'tan haya edirəm. Tabii ki İmam Sadiq Aleyhisselam bu sözüyle bize çağırış edir. Allah bizim her halımızdan haberdardır ve gerek Allah'tan çekinek. İkinci İmam Aleyhisselam buyurdu ki Alimtu bi anna rizqe la ya'kuduhu gayri fatma'anna bihi. Bildim ki Allah tarafından men için ayrılan o ruzini menden başka hiç kim yiyebilmez. Mütmeyin oldum, arxayın oldum. Bilək ki o çok əlləşməklə, çok çalışmış. Allah qədərincə neyi bəxş edibsə onu bizə qismət edir. Çok əlləşməklə, çok vuruşmaqla deyil. O çok da versə, az da versə məsləhət ondandır. Həzrət buyurdu ki, mütməyin oldum, arxayın oldum ki, mənim ruzim, yəni insanın Allaha olan təvəkkülünü bildirir. Və bildim ki, Allahu Tebarek ve Teala bütün işlerimin sonu ölümdür. Alimtu bi enne ahirel emri el maut. Bildim ki dünyada ne kadar elleşsem, neye sahip olsak,
neyi əldə edəsək, neyi əldə etməsək, son ölümdür. Fəstəədə ləhu, onun üçün əlləşdir. Digər bir söz də deyir ki, bildim ki, bu iş ki, mənim öhdəmdədir, bu iş ki, mən eləməliyəm. Fəstəədə ləhu, onun üçün çalışdır. Amma əsas məsələ budur ki, bir ahir-i əmr ölümdür, ona hazırlaşdır. Baxın, bugünkü gün xanım Fatimə-i Zəhranın haqqında olan bu məclislər, o mənəvi məclislər ölümə hazırlıqdır. Ahirətin azuqəsidir. Xanıma təvəssül etmək. Dünyada insan niyə Allah qarşısında ibadət edir? Niyə Allah qarşısında itaət edir? Niyə? Çünki ahirətə bizim imanımız var. Ahirete inanımız var. Bilirik ki insanın xilqətindən Rəbbinin məramı və məqsədi ona ibadətdir. İnsan, səni xəlq eləmişəm, sənə bu neymətləri bəxş eləmişəm, mənə ibadət elə, mənə səcdə elə, mənə itaət elə. Bəs dünyada o itaət, o ibadət, o Allah'la qorxu bizim qəlbimizdə ahirətə görədir. Ahirette ise İmam Cafer Sadiq Aleyhisselatü Vesselam buyurur ki, insanların arayına çatan biz Ehl-i Beyt olarıq, bize təvəssül edin. Bugünkü bu məclis təvəssül məclisidir. Bugünkü bir məclis Xanım Zəhra dəftərində adımızı qeyd etmək üçün yığışmışıq. Ona göre bu ölümə hazırlıqdır. Dünyada insan bəli, insan belə bir varlıqdır ki, dünyada şan, şöhrət, əzəmət, mən olum, məndən başqa olmasın, məni tanısınlar, amma son nə olur? Son ölüm olur. Son ölüm olur. O insan ki Allah üçün çalışsa, Allah üçün iş görsə, o öləndən sonra da yaşayar. Baxaq bizim böyüklərimiz, bizim o əzəmətli imanlı insanlarımız, alimlərimiz, mən və mənim yaşımda olan insanlar mərhum Şeyh Gələni görməmişik. Amma Şeyh Gələn adı yanımızda zikr olunanda, digər adlar zikr olunanda biz bu insanların əzəmətini dərk edirik. Niyə? Çünki onlar dünya şan şöhrətindən uzaq olurlar. Onlar Allah üçün çalışırlar. Onlar Allah'a göre iş görürlər. Amma o insanlar ki, onlar sırf şan şöhrətə xatir, dünyaya xatir, dünya işləriyle məşğul olurlarsa, onlar elə bir müddət sonra yaddan çıxacaq. Çalışaq Allah'ın ahireti üçün, aqibeti üçün çalışaq, cəhd edək, bir-birimizlə qarşı səmimi olaq, mehriban olaq. Vallahi bundan başqa bizim üçün bir şey yoxdur. Bu əməllər eyni zamanda Həzrəti Zəhranın məclisi bizim ahirət azuqəmizdir. Allah-u Tebarek ve Teala bizleri dünya ve ürva Ehl-i Beyt'ten ayırmasın. Allah-u Tebarek ve Teala bu eyle, bu kəndə, bu cəmiyyətə, bu birliyə öz xeyir bərəkəti nazil eləsin. Allah-u Tebarek ve Teala bu məclisi bizlerden, sizlerden, her birimizden âli derecede qəbul eləsin inşallah. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Peygamber ve Ali Peygamber'e salavat zikredek. Hanım Zehra sallallahu aleyhi ve pak ve mutahhar ruhuna salavat zikredek. Bu kətdə və sair kətlərdə axundlar olub, saqqallar, mirçəklər olub, seyidlər olub, dünyadan köçürlər ruhlarına salavat zikredek. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين المأسومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم.
الذين يصدون عن سبيل الله ويبغونها عوجا هم بالآخرة كافرون. Sadaqallahul aliyyul azim. Değerli məclis əhli, hörmətli ağsaqqallar, əvvəla mənim üçün burada danışmaq çətindir. Dəyərli ustadlar burada söhbət elədilər. O cümlədən mənim dəyərli müəllimlərim burada iştirak edirlər. Hilal müəllim, Balabay müəllim, Ağarayın müəllim və digər ziyalılar burada iştirak edirlər. Allah onların ömürlərinə bərəkət versin. Doğrudan mənim üçün çətindir, amma bir tərəfdən bu kənd mənə doğmadır. Niyə? Bu kənd mənə rəhmətli atamı xatırladır. Çünki atamın ömrünün demək olar çox hissəsi bu kənddə keçib. Sanki düşünürəm ki, atam qapıda qalıb, deyib ki, bunlar, bu cəmaat mənə doğma olan adamlardır, rahat danış olur. Yəni bu cür hiss edirəm özümü. Allah cəm ölənləri rəhmət eləsin. Əziz ustadımız Hacı Hüseyn ağa geniş şəkildə məlumat verdi, gözəl izahlar verdi. Düzdür, bizim danışmağımız bəlkə də ona ehtiyac yox idi, amma qayda bu cür qoyulubsa, inşallah böyüklərimiz bizi bağışlayacaq. Deməli, xanım Zəhra Salamullah əleyha bizim üçün ümumiyyətlə məsumlar bizim üçün hidayət edənlərdir. Quran-ı Kərimə də nəzər salsaq, Allah Peyğəmbəri və imamları hidayət edən kimi qərar verir, bizlərə tanıtdırır. Yəni, imamsız, peyğəmbərsiz insanların dünya və səadətin əldə edilməsi mümkünsüzdür. Bir insan, bir məmləkət, bir yer, əgər imam tanımasa, peyğəmbərin tanımasa və yəni bu insan dünya və axirətin nemətlərin əldən vermiş olur. Əfsuslar olsun, zahirən müsəlman cildinə girənlər, Fədək xütbəsinə nəzər salsa xanım Zəhra Salamullah əleyha onun həqqını qəsb edənləri bu cür adlandırır ki, babam Muhammed dünyadan rəhlət buyurandan sonra İslam, müsəlman libasını giyənlər, öz sizin əyninizdən o libas çırıldı, yəni düşdü əyninizdən. Sanki İslamın o bəzəyin özünə vermişlər, özünü müsəlman kimi göstərirdilər. Yəni o insanlar, Peyğəmbər dünyadan köçəndən sonra o libası əynindən çıxartdılar. Və o gündən bu günə qədər çalışırlar ki, insanları məsumlardan, Peyğəmbərin əhl-i beytindən uzaq salsın. Baxın, Quran-ı Kərimdə Allah Taala buyurur ki, o cür insanlar, "Əllezîne yesuddûne an sabilillah", kafir olan insanları, ahirete etiqadı olmayan insanları bu cür adlandırırlar. Onlar bu şəxslərdir ki, Allah'ın yoluna səbəb qoyurlar. Yəni insanların Allah'a yetişməsinə səbəb və yəbuğunəha ivaca və onu əyri göstərməyə çalışanlardır. Yəni ahirete iman gətirməyənlər. Hum bil ahireti kafirun. Onlar ahireti inkar edənlərdir. Diqqət eləsək, Həzrət Peyğəmbər rəhlət buyurandan sonra çalışdılar ki, Əmirul Mu'minini, insanları Əmirul Mu'minindən uzaq etsinlər. O cümlədən İmam Əli əleyhissalam şəhid olandan sonra İmam Həsən əleyhissalamı, yəni cəmiyyəti ondan uzaq etsinlər. O cümlədən İmam Hüseyin əleyhissalamı, insanları, məsumlardan və digər məsumlar və həmçinin xanım Zəhra Salamullah əleyhadan insanları uzaq saxlasınlar. Niyə? Çünki onlar əgər məsumlara insanlar yaxın olsaydılar, onlar dini həqiqi tərzdə qəbul edəcəkdilər və görəcəkdilər, dindən istifadə edib şəxsi maraqları üçün çalışan insanlar məqsədlərinə yetişə bilməzdir. Odur, çalışırdılar ki, insanlarla məsumlar arasında, yəni məsumlar ki, bizi Allah'a yetiştirirlər, onun arasında yol qoysunlar, səbəb qoysunlar ki, insanlar dini həqiqə kimi görə bilməsin. Baxın, İmam Sadiq əleyhissalam buyurur ki, bu ayə ki var,
Allah yolunu səhv qoyub və ona əyri göstərənlər haqqında Allah çağırış edir və onları kafir adlandırır. Həmən yol bizik, biz əhliyyik. Hər kim bizə itaət eləsə, o yolu rahatlıqla gedib Allaha yetişə bilər. Hər kim cəmiyyəti bizdən uzaq salmağa çalışsa, o cəmiyyət, o sözlərə belə deyək, inanaraq bizdən üz çevirsələr, əlbəttə azğın və cahil kimi dünyadan keçəcəkdir. Baxın, bugünkü Vəhhabi əqidəsində olan insanlar fikirləri nədən ibarətdir? İnsanları imamlardan, məsumlardan uzaq salmaq üçün. İmam Həsən əleyhissalam üçün bir cür, belə deyək, insanları gözdən salmaq üçün bir cür hədis formalaşdırırlar. İmam Həsəndən danışanda deyirlər ki, Əmir-ül Möminindən hədis gətirirlər ki, oğlum Həsənə qız verməyin, o daha çox arvad gətirib boşayın. İnsanların gözündən çalışırlar ki, imamları kiçilsinlər. Hansı ki, o İmam Həsən ki, kisa hədisi, əba altına Allah onları Peyğəmbər əbasına salıb, Təthir ayəsi nazil oldu, bəyə əziz qardaşım dedi. Sonra Allah Rəsulü haulay, Allahumma haulay əhl-i beyti, Allah bunlar mənim əhl-i beytimdir. Baxın, belə bir əzəmətli şəxs haqqından İmam Hüseyin əleyhissalatu vəssalama gəlincə, baxın, nədən imamı ittiham edirlər, o əzəmətli, o müsibəti. Görün, necə kişirdirlər ki, İmam Hüseyin əleyhissalam dövrün xəlifəsinə qarşı çıxdığı üçün xəta edir. Baxın, insanların qəlbinə şübhə salaraq çalışırlar insanları imamlardan, məsumlardan uzaq edəsin. İmam, tamamlayıram söhbəti. Sadiq əleyhissalatu vəssalam buyurur, Nəhnu səbilullah, biz Allahın yoluyuq. Və Fatimətu, anam Fatimə, səbilullahil əzəm. Anam Fatimə Allahın daha böyük əzəmətli yoludur. Özünü yol kimi, məsumları yol kimi, imamları göstərir, amma xanım Zəhra səlamullah əleyhanı daha böyük və əzəmətli yol kimi göstərir. Amma o dövrün insanları təsəvvür edin, cəmiyyətdə Peyğəmbər qızını necə tanıtdırırdılar? Məqsədləri üçün Peyğəmbərin vəsiyyətin aradan aparan şəxs kimi təqdim edirdilər. Deyirdilər, Peyğəmbər özündən sonra miras qoymayıb, amma Peyğəmbərin qızı şəriyyəti xilaf çıxaraq iddia edir ki, fədək mənim bağımdır. Və nəticə etibarı ilə, yəqin ki, eşitmişsiniz bu hədisi, xanım Zəhra səlamullah əleyha Əmir-ül Mömininə, hansı ki, o şəxslər ki, xanım Zəhranı yalancı kimi öz məqsədləri üçün Peyğəmbərin şəriətin ayaq altına salan bir şəxs kimi təqdim etməyə çalışırdılar. İnsanlar da inanırdılar. Xanım Zəhra Əmir-ül Mömininə gəldi, şikayət elədi, belə dərdləşdi. Ondan dedi, Əlican, Küfənin cəmaatı mənə salam vermir. Əmir-ül Möminin dedi, əmr-i Fatimə, onlar sənə salam vermir, amma mən onlara salam verirəm. Nə idi salam verir? Mən onlara salam verirəm, onlar üzləri məndən çevirir. Baxın, çalışırdılar ki, o dövrdə də insanları Peyğəmbər və onun əhl-i beytindən ayrı salsın. Hansı ki, o Fatimə, Allah Qur'an-ı Kərimdə buyurur, Bismillah, İnnə ə'teynəkəl Kəvsər. Peyğəmbər, biz sənə Kəvsəri əta etdik. Sənə sonsuz deyənlərə özləri bilər sonsuz. İnnə ə'teynəkəl Kəvsər, fəsəlli li Rabbikə vənhər. Allah xanım Zəhranın müqabilində insanın dünya və ahirətin əldə edilməsi üçün ən önəmli şey namazdır. Onun müqabilində namazı istədi. O dövrün kəsilləri, qurbanları ən böyük, ən əzəmətli, ən dəyərli heyvan dəvə idi. Allah Peyğəmbərdən onu istədi. Və ondan dəyərli bir şey olsaydı, Peyğəmbərdən xanım Zəhranın müqabilində onu istəyirdi. Amma əfsuslar olsun, özünü müsəlman adlandıranlar, Peyğəmbərin səhabası adlandıranlar, Peyğəmbər qızını qapı arasında saxlayıb qaburğasını sındırdı. Odur mənim əzizlərim, nə vaxtda əhl-i beyti unudaq. Əhl-i beyti unutduq,
sanki kör olduq. Sanki ahirətə gedən, Allaha tərəf gedən yolumuzun üzərinə səhər çəkildi. Bu kənd ruhani kənddir. Bu kənd seyidlər kəndidir. Bu kəndə daima Allah səsi eşidilir. Allah səsi deyilir, dua edilir. Cəmaat bu kəndin seyidlərinə təvəssül edirlər. Allah rəhmət eləsin Seyid Cabir ağa və digər seyidlər, Minbər ağa və digər yanında olmayanlar var. O şəxslərə nəzir verirdilər, onlara təvəssül edirdilər. Odur çalışağın, o şəxslərin, o kişilərin, o əzəmətli kişilərin yolunu saxlayar və imamlarımızı, peyğəmbərlərimizin şəhadətini şəhadət bilək, mövludların mövludu bilək. Allah Əmbərə öz izzət-i cəlalını, Allah Taala bizləri Peyğəmbərin əmanət qoyduğu Quran və Əhl-i Beytdən bizləri ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət. Allah razı olsun, çox danışdım, üzüldü sayəsiniz. Salamlayıram, mən də bütün gələn qonaqlara. Dəvətimizi qəbul edib, uzaqdan gələn, kəndimizin sakinləri də başdan gələnlər var, əziyyət çəkirlər. Mən bugün həqiqətən həm biraz şöhrəliyəm, həm də sevinirəm ki, bu mərasim evində Fatimə Zəhranın məclisi keçirilir. Bu mənim üçün böyük fəxirdir. Eyni zamanda bütün müstənlər üçün, bütün daha çox əziyyət çəkər. Bizdən ictimai birliyin idarə heyəti üçün. Burada iştirak edən öz kəndçilərimizə xüsusi minnətdarlıqdan sonra gələn qonaqları salamlayıram. Bu kəndə bu mərasim evinin ərsəyə gəlməsində əziyyəti olan, rahatlıqla bu kəndə gəlib çıxmağa, yolun bərpasında əziyyəti olan dostlar, qardaşlar, ağsaqqallar, müəllimlər var burada. Mən onların bir neçəsinin adını çəkmək istəyirəm. Başda elə bizim Ərdəoğlanları qrupunun sədri Elşad Dağda. Sizə çox təşəkkür edirəm. 40-cı kilometr Əliyabad yolunun bərpasında yığılan pulun təqribən 3/1 hissəsini bu Elşad müəllimin vasitəsilə və elimizin Mərdəoğulları vasitəsilə toplanıb. Mən onların əziyyətini burada qeyd eləməsəm, biraz, necə deyək, nankördə olar. Sonra mərasim evinin müəyyən məsələlərini, müəyyən problemlərinin həllində təvəkkül müəllimə çox sağ olun, sizə təşəkkür edirik. Bu işlərin müəyyən yerə qaynasına düşməsində böyük əziyyəti olan insanlardan biri. Hacı Məzahman, sizin ağsaqqal sözünüzə həmişə bizim ehtiyacımız var, çox sağ olun, məclisdə iştirak edirsiniz. Nəsibəli müəllim, sizə burada təşəkkür eləməmək olmaz. Hər biriniz, Zahid müəllim, Natiq müəllim, Ağray müəllimi, kəndçimizdir, çox sağ olun, hər biriniz var olun. Sizə mən çox təşəkkür edirəm. Bizlərlə bir yerdə Fatimə Zəhra anamızın, bizim xanımızın anasıdır. Bu kənddə demək olar ki, hamı Seyid, bizim nənəmizin üzür mərasiminə, bildirimine yığışmışıq. Çox sağ olun, sizə minnətdarlığımızı bildirir. Ehsan məclisi olacaq indi, Ehsan məclisindən sonra xahiş edirəm. Biraz səbirli olaq, gözləyək və sizin Vistan İctimai Birliyinin birliyində olan həm problemlərlə tanış olmağınızı və tövsiyələrinizi biz böyük məmnuniyyətlə dinləmək istəyirik. Peyğəmbər Ali, Peyğəmbər cəmalına sələvat zikri. Bütün Vistan İctimai Birliyi adında əziz hazırlanan ustadlara öz təşəkkürümüzü bildiririk. Allah oxunan xütbələri ali dərəcədə qəbul eləsin inşallah. Bir neçə dəqiqə Quran oxunacaq, ondan sonra inşallah ehsan veriləcək. Allahümme salli ala Muhammedin və ali Muhammed.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفره إنه كان توابا بسم الله الرحمن الرحيم تبت يدا أبي لهب وتب ما أغنى عنه ماله وما كسب سيصلى نارا ذات لهب وامرأته حمالة الحطب في جيدها حبل من مسد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد بسم الله الرحمن الرحيم قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس صدق الله العلي العظيم وصدق وبلغ رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين آمين يا رب العالمين برحمتك يا أرحم الراحمين اللهم صل على محمد وآل محمد تبارك وتعالى ما كان محمد صلى الله عليه وآله وسلم
أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين يا رب العالمين برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ربنا يا ربنا لا تزغ قلوبنا بعد إذ هديتنا وهب لنا من لدنك رحمة إنك أنت الوهاب. يا ستار العيوب يا غفار الذنوب بحق محمد وعلي وفاطمة والحسن والحسين عليهم السلام. ربنا يا ربنا وتقبل منا إحساننا وطاعتنا ومجلسنا لا سيما ما قرئ من كتابك الكريم وبلغ ثوابه إلى روح فاطمة الزهراء سلام الله عليها وإلى أرواح أموات صاحب الإحسان بحق محمد وآل وبالفاتحة مع السلام. Kerbala şəhidlərindən dualar, vətən şəhidlərimiz, İslam şəhidlərini yad edək, sələvat zikir. Hakkı boynumuzda olan mimaris, bədvaris, yada salamı olmayanlar, öz dünyadan keçənlərini yad edək, Peyğəmbərə, Ali Peyğəmbərə sələvat zikir. Allah bu verdən insanlara qəbul etsin, Allah sizlərdən razı olsun inşallah. Bir daha sizə Gürcistan İctimaiyyət adınız təşəkkürümüzü bildirik. Deyildiği kimi məclisimizin birinci hissəsi artıq tamam olmaq üzrədir. İkinci hissədəki inşallah Gürcistan İctimai Birliyi və digər qətlərdən gələn qonaqlarımızla məsləhət məşvərət olunacaq. Və bizim əziz ustadlarımız vacib işlər çıxdığı üçün üzrlü hesab edərsən inşallah Bakıya yollanırlar. Allah bizləri qeybəla eləsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Alhamdulillahi Rabbil alemin. والعاقبة للمتقين وجعل الآخر وبركة للناظرين صحة وسلامة للحاضرين والغائبين والمسافرين. اللهم تقبل حسنات المحسنين لا سيما هذا الإحسان بحق آيات القرآن إلى الروح المرحومة المبرة المعلومات بحق محمد وسلم الفاتحة مع إياك نعبد وإياك نستعين اهدنا الصراط الذين أنعمت عليهم بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا
Allahümme salli ala Muhammed ve ala